Hacı, Bəli. bugün playoff formatında IMDb-nin top 16 filmini müqayisə edəcəyik. Eləyək. Amma uzun-uzun şərhlər verməyəcəm, çünki onsuz da hamısı haqqında danışmışıq. O zaman başlayıram. Başlayaq. Shawshankdən qaçış yoxsa Matrix? İlk seçimdən öldürəcəklər məni, amma Matrix. Kriminal qirayət yoxsa Lotur üzük qardaşlığı? Kriminal qirayət. 12 qəzəbli adam yoxsa Lotur 2 qala? 12 qəzəbli adam. Döyüş klubu yoxsa Xaç atası 2? Xaç atası 2. Qara cəngavər yoxsa Inception? Qara cəngavər. Forrest Gump yoxsa Lotur kralın qayıdışı? Lotur kralın qayıdışı. Schindlerin siyahısı yoxsa yaxşı pis zalım? Yaxşı pis zalım. Star Wars yoxsa Xaç atası? Xaç atası. Matrix yoxsa kriminal qirayət? Çətindir. Olsun kriminal qirayət. 12 qəzəbli adam yoxsa Xaç atası 2? Xaç atası 2. Qara cəngavər yoxsa Lotur kralın qayıdışı? Qara cəngavər. Yaxşı pis zalım yoxsa Xaç atası? Xaç atası 2 yoluna davam eləyir. Ona görə məncə yaxşı pis zalımı seçək burada. Kriminal qirayət yoxsa Xaç atası 2? Xaç atası 2. Qara cəngavər yoxsa yaxşı pis zalım? Yaxşı pis zalım. Xaç atası 2 yoxsa yaxşı pis zalım? Xaç atası 2. Xaç atası 2 çoxuna görə kino tarixinin hətta ən yaxşı filmidir. Bəziləri Xaç atasını da düşünürlər. Ona görə məncə ikisi də yaxşıdır və belə başa düşdüm ki, bizim bu playoff formatında qalib Xaç atası 2 oldu. Və siz necə düşünürsüz? Hansı filmə haqsızlıq elədik, hansı daha çox qabağa getdi? Rəylərinizi gözləyəcəm. Özünüzə yaxşı baxın. Hələlik.